Salam, xoş gördük Yeni TV-nin dəyərli izləyiciləri. Günün sadəcə ilk canlı yayımını təqdim edirik. Bugünkü yayımımızda siyasi gündəmin bir çox müzakirə olunacaq məsələ ətrafında söhbət aparacaq. Həm söhbətim Milli Məclisin deputatı Bəhruz Məhrəmoğlu. Bəhruz müəllim, xoş görürsünüz. Xoş Hər gəldiniz vaxtınız xeyir olsun. Bəhruz müəllim, qeyd etdiyim kimi kifayət qədər vacib mövzular var siyasi gündəmlə bağlı. Təbii ki, bunun başında Avropa Siyasi Birliyinin zirvə görüşündə ölkə başçısının iştirakı, orada keçirilən müzakirələr, aparılan danışıqlar, xüsusilə Azərbaycanın yaratdığı yeni reallıqların qəbulu baxımından bu zirvə görüşü xüsusi önəm, əhəmiyyət kəsb edir. Prosesi siz necə qiymətləndirirsiniz, necə görürsünüz? Təşəkkür edirəm. Bilirsiniz ki, möhtərəm cənab prezident Avropa Siyasi Birliyinin zirvələrini bütövlükdə Azərbaycan üçün çox faydalı, səmərəli bir platformaya çevirə bilib. Baxmayaraq ki, Azərbaycan Praqa görüşündə iştirak edərkən bizi ora dəvət edənlərin əsas hədəfi ilk növbədə Azərbaycanın hərbi zəmində, hərbi siyasi zəmində qazandığı qələbələri orada ilə masa üstündə buraxıb gəlməsi idi. Və nəticə etibarilə o zaman Fransada, Avropa İttifaqı da, Avrostrukturların bir sıra nümayəndələri, o cümlədən Ermənistanın baş naziri kifayət qədər ciddi şəkildə dırnaqarası silahlanaraq Azərbaycanı əhatəyə almışdı. Lakin cənab İlham Əliyev hərbi siyasi qələbələrdən aldığı güc, xalqdan aldığı dəstək və ən əsası özünün peşəkarlığı ilə bir siyasi ustad dərsi verdi və nəticə etibarilə nəinki Azərbaycan proseslərdən məğlub çıxdı, əksinə Avropa İttifaqı, o cümlədən Fransa, Ermənistan proseslərdən məğlub ayrıldı. Elə bir məğlubiyyət oldu ki, burada. Deməli, təsəvvür edin, Paşinyan da, Makron da Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını bəyan etməyə və eyni zamanda Astana deklarasiyası, daha doğrusu Almatı deklarasiyasına, bəyannaməsinə istinad etməyə məcbur oldular. Yəni, Azərbaycan artıq belə bir məqamda Avropa Siyasi Birliyinin, belə deyək ki, o platformasının güc və imkanlarını öz lehinə dəyişə bilmişdi. Lakin bilirsiniz ki, Praqa görüşündən sonra antiterror tədbirləri və burada Azərbaycan üzərinə ikinci böyük hücum dalğası ilə biz qarşılaşdıq və nəticə etibarilə bundan sonraki mərhələ kifayət qədər vacib mərhələ idi. Lakin Azərbaycan bilirsiniz ki, həmin Qarayaxma Çirkab kampaniyalarına qalib gəldi. Azərbaycan prezidenti özü qətiyyətlə bizə münasibət o hücumları nəinki neytralizə edə bildi, eyni zamanda Azərbaycanın yaratdığı reallıqların qəbul edilməsinə nail oldu. COP29 ərəfəsində eyni zamanda. Bilirsiniz ki, bizə münasibətdə olmazın Çirkab kampaniyaları bizim əleyhimizə qaldırılmışdı. Hətta Azərbaycanı təsəvvür edin, başqa bir element tapmırdılar. Azərbaycanı qazıntı yanacağına malik resursları olan ölkə kimi itham edirdilər. İtham edirdilər ki, niyə sizin neft kimi təbii sərvətiniz var? Baxmayaraq ki, həmin təbii sərvət bizi itham edənlər həmin təbii sərvətlərə görə. Möhtərəm prezidentin özünün də o zaman ifadə etdiyi kimi çox daha neft çıxarırlar. Məsələn, Kanadanın timsalında Kanada ilə Azərbaycanın neft hasilatı bir mənalı şəkildə hədsiz dərəcədə yerlə göy arasında, yerlə göy qədər kifayət qədər fərqlidir. Bütün bunlar əlbəttə ki, Azərbaycan nəinki neytrallaşdırdı. Möhtərəm cənab prezident Azərbaycanın enerji təchizatçısı kimi Avropanın bir çox dövlətlərinin, eləcə də Avropa İttifaqının 8 üzvünün milli təhlükəsizliyində birbaşa rol alan dövlət kimi rolunu möhkəmləndirdi, imkanlarını daha da genişləndirdi və eyni zamanda orta dəhliz istiqamətində Azərbaycanın ən vacib həlqə olduğunu, çox vacib nəqliyyat kommunikasiya xabı olduğu o mövqeyin, status quo-nu daha da möhkəmləndirdi və nəticə etibarilə bir daha deyirəm, əgər bizi Praqaya, əlimizdə olan qələbələrin nəticələrini bizdən almağa çağırırdılarsa, bu cənab İlham Əliyevin sayəsində mümkün olmadı, artıq Tiranaya biz qalib kimi və bizim fikrimizlə hesablaşılması üçün dəvət olunmuşdur və əlbəttə ki, bu Azərbaycanın müasir beynəlxalq hüquqda çox az rastlanan bütövlükdə dünya miqyasında Azərbaycanın belə bir qələbəsidir. Elə bir qələbə ki, dünyanın az-az dövlətlərində bu müəssər olur. Aydındır. Bərzəm, nəzər alsaq ki, bir müddət idi Avropa təsisatlarına və Avropanın bəzi dövlətləri ilə Azərbaycanın münasibətlərində müəyyən soyuqlaşma var. Təbii ki, bu Azərbaycan tərəfindən reallaşdırılan bir proses deyildi. Onların sərgilədiyi ermənipərəst mövqeyinin doğurduğu bir mənzərə idi bu proses. Necə düşünürsünüz? Yəni, Tiranadan sonra bu istiqamətdə müəyyən yumuşalma, müəyyən o normallaşmanı biz müşahidə edə bilərikmi? Bilirsiniz, əslində bu yumuşalmadan daha çox reallıqla barışmaq kimi qiymətləndirilməlidir. Çünki həmin dövlətlərin, həmin o güclərin mahiyyəti dəyişməyib. Sadəcə onlar başa düşürlər ki, bu bölgədə çox vacib olan Cənubi Qafqazda
maraqlarını təmin etmək üçün mütləq qaydada Azərbaycanla hesablaşılmalıdır. Çünki Azərbaycan prezidentinin iradəsi olmadan, Azərbaycan dövlətinin razılığı olmadan bu bölgədə hər hansı transmilli layihə uğur gətirə bilməz. Məsələn, Ermənistan üzərindən hansısa layihə edə bilirlərsə etsinlər də. Məsələ ondan ibarətdir ki, vaxtında, zamanında bütün maneələrə baxmayaraq, möhtərəm prezident bu bölgəni kommunikasiya hubuna çevirməklə Azərbaycanın rolunu 1-ə 1000 artırıb. İkincisi, Azərbaycan bölgədə özünün hərbi siyasi qələbələri ilə real güc olduğunu ortaya qoyub. Və ən nəhayət, bilirsiniz ki, qütblər arası ziddiyyət artıq 10 il əvvəlki ziddiyyət deyil. Bugün ayrıcı xətlər daha da dərinləşib. Bugün ziddiyyət çox şaxəli, çox qütblü xarakter alıb və daha təhlükəli hədd alıb. Bu mənada böyük güc olub, qütblərin belə deyək, tərəfi olmaqdansa orta güc kimi bugün mövcudiyyəti qorumaq daha çox inam doğurur, daha çox perspektiv doğurur və Cənab İlham Əliyev Azərbaycanı özünün qələbələri ilə dünyanın əsas orta güclərindən biri kimi təsdiq edə bilib. Təbii ki, belə bir məqamda əlbəttə o qeyd etdiyiniz dövlətlər də, o maraqları olan ayrı-ayrı güclər də artıq öz maraqlarını rəhbər tutaraq Azərbaycanla hesablaşmağın daha faydalı olduğunu qənaətinə gəlirlər. Məsələn, əvvəllər insan haqları demokratiya pərdəsi altında bu bölgəyə xaç yürüşü təşkil edənlər artıq başa düşürlər ki, xaç yürüşü ilə Azərbaycandan nəyisə qopartmaq, Azərbaycanı nəyisə məcbur etmək və Azərbaycan prezidentinin iradəsinə təsir etmək mümkün deyil. Əgər əvvəllər ölkə daxilində marionetlərə üstünlük verən, marionetlərə güc verən adamlar, indi baxırlar ki, həm marionetlərin nə xalq tərəfindən dəstəyi var, nə də hər hansı formada onları maliyyələşdirmək, pulu göyə sovurmaq. Eyni zamanda əvvəllər əgər hansısa formada daxildə bir ixtişaş yaratmaq istəyirdilər, daxildəki o qeyd etdiyimiz o kuklalardan istifadə etməklə görürlər ki, artıq bu bölgədə, bu dövlətdə, bu ölkədə yeni reallığı yaradanla birbaşa dialoq daha əhəmiyyətlidir. Nəinki heç bir nüfuzu olmayan, vaxtı ilə oğru, xəzinəni talayan adamların vasitəsilə nəsə təzyiq etdirmək. Ona görə də eyni zamanda Azərbaycan nə Gürcüstan deyil, nə Ermənistan deyil. Hansı ki, vətəndaş cəmiyyəti dırnaqarası institutları hakimiyyət üzərində hakimiyyət qursunlar, xarici dəstəklə. Azərbaycanda zamanında bu proses kifayət qədər şəffaf həyata keçirilib, təzyiq rıçaqları tamamilə aradan qaldırılıb. Yəni, bu mənada artıq Azərbaycan özünün suveren güc kimi təsdiq etməsi ilə müstəqil iqtisadi, siyasi güc balansına nail olması bu artıq Azərbaycanla hesablaşılmasına gətirib çıxarır və təbii ki, bütün bunlar tiraniyaya Azərbaycanın tam müstəqil, suveren bir statusda hesablaşılan güc kimi getməsi ilə nəticələnir. Yəni, yürüdülən siyasətin mahiyyətində dayanan məqam bu idi ki, onları buna məcbur etdilər. Bir mənalı şəkildə Cənab Prezident zamanında hücum diplomatiyası, eyni zamanda güc əmsalından danışarkən, bax, bugünkü nəticələri nəzərdə tuturdu və nəzərə alaq ki, artıq yeni Azərbaycan yeni hədəflərə köklənib və bu bizi daha güclü edəcək. Aydın, Bərəzəm, bir qədər də konkretləşdirmək istəyirəm, konkret rol dövlətlər üzərindən geçsək. Fransa ilə münasibətlərdə hər hansı bir, yəni indiyə qədər olan proses bəllidir, yəni xeyli müddət artıq 5 ilə yaxın bir dövrdür ki, açıq müstəviyə keçib bu proseslər. Bir qədər öncə qeyd etdim, yəni bu Azərbaycanın tərəfindən baş verən proses deyil, bu onların sərgilədiyi mövqeyə adekvat belə deyək, cavabımız idi və sərt şəkildə bir cavab idi. Siz də qeyd etdiniz, yəni Azərbaycanın mövqeyi kifayət qədər sərt oldu, ardıcıl oldu, prinsipial oldu və nəticə artıq bugün göz qabağındadır. İndi bundan sonraki mərhələdə biz nələri görə bilərik? Yəni müəyyən qeyd etdiyim kimi, yəni Fransa ilə münasibətlərdə bir Fransa tərəfindən sahmana salınması istiqamətində hər hansı bir addımlar atıla bilərmi? Yəni Makronun Tiranada cənab prezidentlə görüşü, yəni buna cəhd göstərməsini nəzərə alsaq. Bilirsiniz, Fransa əslində Azərbaycan müstəqillik qazanandan bəri Azərbaycana münasibətdə praqmatik mövqe tutmayıb. Amma o dövrki Fransa rəhbərləri mümkün qədər diplomatik etikaya, diplomatik əxlaqa riayət etməyə çalışırdılar. Məsələn, möhtərəm prezidentin də dediyi kimi, Hollande, bilirsiniz, vasitəçi dövlətinin rəhbəri idi, yəni Fransanın rəhbəri idi, o zaman ATƏT Minsk qrupu da fəaliyyətdə idi. Hollande Ermənistan səfərinin ardınca o heç olmasa gözlə, belə deyək də, gözlə görünən, mahiyyət olmasa da o görünən tərəfdə balansı saxlamaq üçün Azərbaycanda da səfər etdi. Yəni, Fransa əvvəllər bu balansı qorumağa çalışırdı. Amma Makron hakimiyyət illərində bu balans itdi. Makron açıq erməni dövləti kimi davranmağa başladı və bu problemlərə yol açdı. Bizim Fransa adlı bir problemimiz, Fransa ilə düşmənçilik niyyətimiz olmayıb. Bizim tarixi kifayət qədər normal əlaqələrimiz olub və Fransada layihələr həyata keçirmişik, Fransa mədəniyyətinə töhfələr vermişik. Eləcə də Fransa Cənubi Qafqazda ən çox məhz Azərbaycanda
fransız biznesmenləri, iş adamları Azərbaycanda müəyyən investisiyalara sahibdilər. Bütün bunların fonunda yəni gərginlik bizdən qaynaqlanmır. Biz konstitusion olaraq bəyan etmişik ki, bütün dünya xalqları ilə, o cümlədən də elə Fransa ilə sülh əmin-amanlıq şəraitində yaşayaq. Bu istiqamətdə əməkdaşlığımızı dərinləşdirək. Yəni bugünə qədər Fransa ilə münasibətlərin gərginləşməsinin səbəbində biz dayanmamışıq. Fransa burada casus oyunu qurursa, Azərbaycan təhlükəsizlik orqanları təbii ki, bunu zərərsizləşdirməlidir. Eyni zamanda Fransa Azərbaycanı soyqırımda, dırnaqarası etnik təmizləmədə günahlandırırsa, Azərbaycan prezidenti təbii ki, Fransanın etdiyini 5 qat onların qarşısına çıxarmalıdır. Və öz gözündə tiri görməyənlər bizim gözümüzdə saman çöp axtarmamalıdır ki, Əlcəzairdə milyon yarım insanı qıranlar, dünyada hələ də neokolonist siyasət yürüdənlər, nüvə silahı, insanların yaşadığı yerlərdə, dənizaşırı ərazilərdə nüvə sınaqları keçirənlər bugün Azərbaycanın nədəsə itham eləyə bilməz. Bu mənada Azərbaycanın cavabı adekvat olub və bunlardan ibarət olub. Azərbaycan heç vaxt Fransanın daxili işinə qarışmayıb. Azərbaycan heç vaxt Fransa ilə düşmənçilik niyyəti ifadə etməyib. Və buna görə də əgər Fransa bundan sonra düşmənçilik niyyətini yerə qoyacaqsa, Fransa lideri görürsünüz ki, Tiranada da Azərbaycan prezidentinə özü yaxınlaşdı. Əgər Fransa proseslərdən geri dönəcəksə, təbii ki, dünyada əbədi düşmənçilik, əbədi pis münasibət yoxdur. Biz əgər bugün, hətta Ermənistanın özü ilə münasibətlərimizin normallaşması istiqamətində səylər ortaya qoyuruqsa və bugün tarixi prosesləri unutmadan gələcəyə eyni zamanda kökləniriksə, bu Fransa üçün də keçərlidir və biz arzu edirik ki, Fransa ilə münasibətlərimiz qaydasına düşsün. Amma bunun üçün Fransa ilk növbədə beynəlxalq hüquqa və beynəlxalq münasibətlərin prinsiplərinə hörmətlə yanaşmalıdır. Aydındır. Bəzən xatırlayırsınızsa, deməli Avropa İttifaqının Xarici İşlər Təhlükəsizlik Komissarı Kay Kallasın Azərbaycana səfərindən sonra belə deyək, Avropa İttifaqı ilə münasibətlərdə də yeni bir mərhələnin, yeni bir eranın başlanğıcını biz söyləməyə başladı və Tiranada da bu proseslərin davamını biz müşahidə etdik. Yəni nəzərə alsaq ki, Azərbaycan son zamanlar belə deyək, münasibətlərdə sərinliyin yaşandığı bir çox ölkələrlə elə qonşu İranı da burada əlavə edə bilərik. Eyni zamanda Fransanın haqqında danışıq, Avropa İttifaqını da bura əlavə edə bilərik. Yəni bir çox dövlətlə hansı ki müəyyən sərinlik, soyuqluq var idi. Bu proseslərin aradan qaldırılması istiqamətində ardıcıl diplomatik gedişlərin baş verdiyini biz görməkdəyik. Yəni prosesin məntiqli sonluğu olaraq biz bundan sonraki mərhələdə xüsusilə Avropa İttifaqı ilə münasibətlərdə nələri görə bilərik və bu proseslərin belə deyək təsiri Cənubi Qafqazdakı proseslərin gedişatına nə kimi təsir göstərə bilər, xüsusilə Ermənistan-Azərbaycan münasibətlərindəki son dövülmüş, gəlinmiş nöqtə ilə bağlı. Bilirsiniz, Avropa strukturları ilə münasibətlərin gərginləşməsi Azərbaycandan qaynaqlanmır. Məsələn, Avropa İttifaqının Xarici Əlaqələr Komissarı Borel açıq şəkildə anti-Azərbaycan düşmən münasibəti göstərirdi. Və Borel açıq şəkildə erməni lobbisinin, eləcə də ayrı-ayrı şəxslərin, milyarderlərin təsiri altında, onların əli onların cibində olaraq hərəkət edirdi və onun verdiyi bəyanatlar heç bir diplomatın, ən təcrübəsiz diplomatın belə buraxmayacaq səhvləri idi. Bu mənada əlbəttə ki, Azərbaycan aidiyyatı, adekvat tədbirlər görməlidir. Və yaxud da ki, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin dırnaqarası cəzalandırılması cəhdi. Biz ona görə dırnaqarası cəzalandırmağa cəhd edirdilər ki, biz öz suverenliyimizə nail olduq. Cənab Prezident də bununla bağlı açıq mövqeyini ortaya qoyub. Yəni, bütün bunların fonunda Azərbaycan Prezidenti göstərdi ki, dünya yalnız sizdən ibarət deyil. Ötən il fevral ayının 14-də möhtərəm Prezident andiçmə mərasimində dedi ki, bizim harada gözləyirlərsə biz orada yox. Bizim ailəmiz Türk dünyasıdır. Və bu mənada Avropa artıq... Bugün də qeyri-rəsmi zirvə toplantısı keçiləcək və xüsusilə son yaxın günlərdə əsas gündəm mövzulardan biri təbii ki bu olacaq. Bəli, və bu mənada eyni zamanda Azərbaycan qeyd etdiyimiz kimi Türk dünyası ilə kifayət qədər ciddi əlaqələr qurdu. Azərbaycan prezidenti göstərdi ki, Avropa bizim üçün alternativsiz deyil. Çinlə strateji tərəfdaşlıq bəyannaməsi imzalandı. Bizim kifayət qədər yüksək münasibətlərimiz, tam yeni tempdə münasibətlərimiz yaranır. Bu mənada, eyni zamanda Avropanın özündə Azərbaycanın xeyli dostları var. 8 ölkə qeyd etdiyimiz kimi 10 Avropa ölkəsindən bizdən qaz alan. 8-i Avropa İttifaqının üzvüdür və biz onların birbaşa milli təhlükəsizliyində rol almışıq. Belə olan təqdirdə Avropa strukturlar nəyə görə o reallıqları Avropa Parlamentinin 3-5 boş-boğaz korrupsioner deputatının muzla çalışan, muzlu sözün əsl mənasında siyasi terrorçusunun biz çıxışlarına qurban verməliyik. Ona görə onlar tədricən bunu başa düşür və Kallasın eyni zamanda Avropa Komissiyasının rəhbərinin
Azərbaycanla bağlı bəyanatları, fikirləri bu artıq məsələlərin müsbətə Müəyyən doğru. mənada dərk etmə mərhələsinə qədəm qoyduğunu Əslində bu qeyd edə dərk bilərik. etmədən daha çox cənab İlham Əliyevin məcbur etmə tədbirləridir. Necə ki biz erməniləri məcbur etdik sülhə, amma bizim tədbirlərimizin təməlində beynəlxalq hüquq dayanır. Eləcə də həmin məcbur etmə tədbirləri masa üzərində biz avrostrukturlar üçün realizə edirik. Əlbəttə ki, ortada hələ ki tam yekun nəticə yoxdur. Biz tam mənada hansısa belə deyək, münasibətlərin tam qaydaya düşməsindən danışmırıq, amma görünən odur ki, bu məsələdə seçici artıq Azərbaycandır. Bu məsələdə qərar verən, həlledici söz sahibi kimi biz çıxış edirik. Yəni müəyyən bir müddət itirilmiş bir zaman kəsiyi var. Bu istiqamət o səhv siyasətin yürütmə istiqaməti getdi. Əslində nəticə olaraq qəribə bir period keçdi. Bəli. Bu Amerika Birləşmiş Ştatlarında demokratların hakimiyyət illəri, Avropada eyni zamanda Sorosçuların hədsiz dərəcədə daha çox avrostrukturlara yol tapması, bunlar hamısı vahid bir tezisin idarəçiləri kimi çıxış edirdilər. Amma Amerika Birləşmiş Ştatlarında bugün respublikaçıların hakimiyyət illəri, hakimiyyətə gəlməsi, Sorosçuların eyni zamanda Biden administrasiyasının çoxsaylı digər korrupsiya əməllərinin tədricən ortaya çıxması, həmçinin Samantha Power'in qismində USAID kimi təsisatların bir mənalı şəkildə muzlu layihə icraçıları olduğunu ortaya çıxması, Amerikanın özünün onlardan üz döndərməsi, Azadlıq Radiosudur, eyni zamanda bəzi digər media orqanları da orada 3 media orqanı idi. Amerika Birləşmiş Ştatları artıq özü onları artıq kimi qiymətləndirməsi və onların maliyyələşdirilməsinin dayandırılması ilə bağlı müvafiq qərarlar indi baxmayaraq ki, məhkəmə bunlara bu və digər formada mane oldu, amma sənin halda bunlar hamısı Azərbaycan prezidentinin doğru istiqamətdə Azərbaycanı, ölkənin inkişafını köklədiyini göstərdi. Bu mənada mən bir daha hesab edirəm ki, bəli, bir mənalı şəkildə artıq yeni bir dövr barədə düşünmək olar. Azərbaycan artıq yeni dövrə müharibədən sonra qədəm qoyub, amma bu münasibətlər çərçivəsində də, xüsusən Avropa-Azərbaycan münasibətlərində də artıq yeni ruh hiss olunmalıdır. Yeni ruhun hiss olunması üçün isə Azərbaycanın yaratdığı geosiyasi reallıq qəbul edilməlidir. Tirana samiti göstərdi ki, bu reallıqları artıq qəbul edirlər. Əslində biz Vətən müharibəsindən sonra qeyd edirdik, yəni hərbi müstəvidə proseslər yekunlaşsa da diplomatik və digər müstəvilər davam edir. Artıq bu mərhələnin də sonuna gəldiyini söyləmək mümkündürmü və bir qədər öncə də qeyd etdim, yəni Azərbaycan və Ermənistan arasında qüvvətlərin sahmana salınması ilə, yəni bəlli məsələdir ki, Ermənistan müstəqil dövlət deyil, müəyyən bir təsir qruplarının təsiri mütləq şəkildə məruz qalır və gələcək sülh müqaviləsi imzalanması istiqamətində bax bu belə deyək də nikbin yanaşmaların yeni bir mərhələnin başlaması nə qədər təsir göstərə bilər və həlledici ola bilər. Tamamilə doğru deyirsiniz. Möhtərəm Prezident andişmə mərasimində bəyan etmişdik ki, biz elə daşları yerindən tərpətmişik ki, nələr olacağını bilirik. Yəni bizə hansı hücumlar olacağını və s. və ilaxır və biz buna da kifayət qədər hazırlıqlı şəkildə qarşıladıq. Yəni qəfil yaxalanmadıq. Bu da möhtərəm prezidentin zamanında uzaqgörənliklə müəyyən etdiyi və balanslaşdırılmış xarici siyasət kursuna öz daxili güc və imkanlarımıza əsaslanan status quo-dan asılı olan bir məqam idi ki, cənab prezident Azərbaycanı hazırlıqsız yaxalatmadı. Və sonraki dövrlərdə də təbii ki, o ki qaldı bu proseslərin sülh ümumiyyətlə ab-havasına təsiri Azərbaycanın mövqeləri kifayət qədər güclüdür. Azərbaycan beynəlxalq hüquqa əsaslanır. Azərbaycanın qarşısında əks argument irəli sürənlər bir mənalı şəkildə beynəlxalq hüququ pozduqlarını etiraf etmiş olurlar. O ki qaldı sülh prosesi ilə bağlı Azərbaycan demək olar ki, atılacaq bütün addımları atıb. Hazırda növbə Ermənistandadır. Ermənistan bəhanələr axtarmaqdansa, qarşılıqlı iddialar irəli sürməkdənsə, başa düşməlidir ki, Konstitusiya Məhkəməsinin qərarı ilə ölkə konstitusiyasında hansısa dəyişiklik etmək mümkün deyil. Bu, heç birinci kurs hüquqşünas tələbənin də buraxmayacağı bir səhvdir. Konstitusiya Məhkəməsi nə qərar versin, ölkədə konstitusiya qüvvədədir və həmin konstitusiyanın qüvvədə olan müddəası da Azərbaycanın ərazi iddiasına ehtiva edir. Bu mənada biz kifayət qədər bu məsələdə kifayət qədər qətiyyətli mövqeyə şahidlik edirik Azərbaycan tərəfdən və Azərbaycan prezidentinin də dediyi kimi biz sülh imzalamağa istənilən hazırıq, amma Ermənistan buna hazır olmalıdır və əgər Ermənistan sülh istəyəcəksə olacaq, istəməyəcəksə başa düşmək lazımdır ki, bu sülh Ermənistana lazımdır. Biz sülh yolu ilə əldə edə biləcəyimiz hər şeyi əldə etmişik. Əlbəttə.